İlk önce salamlayıram. Cənab Ali Başkomandan, Möhtərəm Prezident İlham Əliyev cənabları, Vitse-Prezident Mehriban xanım Əliyeva, sizdən artıq dərəcə xahiş edirəm, mənim bu məsələdə mənə köməklik edərsiniz. Davudov Qəhrəman Şamiloğlu, Şəkil rayon Qorxmuş kənd sakini. Axşam saatlarında 20-21 radələrində Tomarketin qarşısında dayandığım yerdə iki avtomobilin toqquşması nəticəsində ağır bədən xəsarət almışam. İlk tibbi yardım gəldikdə məni xəstəxanaya çatdırıblar, əməliyyat bölməsinə qaldırıblar. Mən ağır əməliyyat keçirmişəm. Mənə 5 paket qan kökürlənib, 4 gün komada qalmışam. 4 gün komada qaldıqdan sonra məni palataya köçürüblər. Xəstəxanada 12 gün ümumi müalicəm davam etdikdən sonra məni evə ambulator müalicəyə göndəriblər. Məni bu vəziyyətdə xəstəxanadan çıxardıb Azad həkim ambulator müalicəyə evə. Bu vəziyyətdə olmuşam Cənab Ali Başkomandan Mehriban xanım Əliyeva. Buna baxmayaraq evdə müalicələrimi mütəmadi davam etdirmişəm. Cənab Ali Başkomandan. İlk durumum bu vəziyyətdə olub. Mağazinin qabağında durduğum yerdə. Sizdən artıq dərəcə xahiş edirəm, mənə bu işdə köməklik edərsiniz. Məni evə buraxdıqda mənə saxta ekipiriz verib. Azad həkim saxta ekipiriz verib. Sonradan müraciət etdikdə fərqli bir ekipiriz verib. Qabırğam, başım, diz qapağım gizlədilib. Möhtərəm Prezident. Ekspert mənə saxta rəy verib, Cənab Ali Başkomandan. Yazıb yolu keçərkən qəti yalandır, durduğum yerdə hadisə baş verib. Sonradan üzə çatmışıb qabırğamın sınığını. Sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib, mənim sinirlərimə qədər kəsilib. Ağır əməliyyat keçirməliyəm Cənab Ali Başkomandan Mehriban xanım. İş qüvvəmi itirmişəm. Sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib. Yazıb ki, əlin harakatı şikayət et, heç nə beləsi deyilik. Mənim müalicəmdə, evə çıxandan sonra mənim müalicəmdə qəti mənə köməklik etməyiblər. Qardaşı Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır, Şəki bölməsində işləyir, vəzifəsindən istifadə edir. Sizdən artıq dərəcə xahiş edirəm, mənim bu məsələmdə mənə köməklik edərsiniz. Mənim bədənimdə şişlər əmələ gəlir, evdə şüşə qırıqları təmizləyirik. Sizdən artıq dərəcə xahiş edirəm, mənə bu işdə köməklik edin. İş Şəki rayon məhkəməsindədir. Məhkəmədən də qabırğamın sınığı, başımın travması, diz qapağım gizlədilib. Məhkəmə gedişindən də bunlar gizlədilib. Sizdən artıq dərəcə xahiş edirəm. Mənim bu işimdə mənə köməklik edin. Mən müalicəmi etdirə bilmirəm. İmkanım çatmır. Evladlarım məktəb oxuyurlar, məktəblidirlər. Maddiyyətlərini mən qarşılaya bilmirəm. Mən evladlarıma maddi cəhətdən heç bir kömək edə bilmirəm. Artıq dərəcə sizdən xahiş edirəm. Mehriban xanım, xahiş edirəm, üzünü sizə tuturam. Mənə bu işdə köməklik edin. Saxta sənədlərin içində olmasa da parklar var əlimdə, parklar var. Buna baxmayaraq, məni Bakı şəhərinə göndərdilər ekspertiziyə. Bakı şəhərində də mənə az ağır yazılıb ekspertiyayla. 4 gün komada qalan insana bu boyda ağır əməliyyat keçirmişəm. Buna baxmayaraq mənə ağır yazılmayıb, az ağır yazılıb. Mən də işləməliyəm, mən də ailəmə, evladlarıma baxmalıyam.
Sizdən artıq dərəcə xahiş edirəm. Mənə bu işlə köməklik edin.